Sonra 3-cü ayə. Allah Azze ve Celle buyurur ki: وَأَنَّ هَذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ. Allah Azze ve Celle buyurur ki, En'am suresi 153. ayə. Bu mənim doğru yolumdur. Ondan tutunun. Və digər yollara tutunmayın. Eğer o yollara tutunsanız, o yollar sizi mənim yolumdan uzaqlaşdırar. Bu Allah'ın sizə vəsiyyətidir ki, təqvalı olasınız. Deməli, burada deyəndə Əs-Sıratul Mustaqim, doğru yol, bu deyir İslam dinidir. Və Allah Azze ve Celle bizləri bu İslam dinindən tutunmağa əmr eləyir. Əmr eləyir ki, ona tabi olaq. Və digər o yollara gəldikdə isə subul, Allah Azze ve Celle o yolları tutunmağı bizə qadağan eləyib. Və digər o bütün bidət firqələr ki var, bütün bidət yollar ki var, bunlar hamısı o subulə daxildir. Bir dənə haqq yol var, o da Allah'ın əmr etdiyi İslam dinidir. Digərləri isə hamısı nədir? Bəli, subullərdir. İmam Əl-Qurtubi rahimehullah deyir ki, burada subul deyəndə, başqa yollara tutunmayın deyəndə Allah Azze ve Celle, buraya Yahudilər, Nəsranilər, Məcusilər hamısı buraya daxildir. Ateşpərəstlər, Xristiyanlar, Yahudilər, bunlar hamısı daxildir və hətta digər bütün millətlər buraya daxildir. İslamdan başqa bütün hamısı. Və eyni zamanda İslamın daxilində olan digər bütün azğınlıq və bidət firqələr, bidət əhli buraya daxildir. Bu ayəni Peyğəmbər sallallahu aleyhi və səlləm əməli cəhətdən, feili cəhətdən bizə izah eləyib. Buyurur ki, İbn Məsud radiyallahu anhu deyir ki, xatta lənə Rasulullah sallallahu aleyhi və səlləm xattan. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, bizim üçün bir xət çəkdi. Yəni yerdə xət çəkdi. Thumma qalə hədə səbilullah. Sonra dedi ki, bu Allahın yoludur. Bir dənə xət. Thumma xatta xututan an yaminihi və an şimalihi. Sonra deyir, onun sağından, solundan da xətlər çəkdi. Thumma qal. Sonra deyir, dedi ki, hədihi subul. Bunlar deyir, o digər yollardır. Alə kulli səbilin minhə şeytanun yad'u ileyh. Və bu digər yolların hamısının üzərində bir şeytan var və o yola çağırır. Thumma qara. Sonra deyir, bu ayəni oxudu. Və ennə həzə sirati mustaqimən fəttəbi'u və lə təttəbi'us subulə fətəfərrəqə bikum an səbili. Bu mənim doğru yolumdur. Buna tutunun. Başqa yollara tutunmayın. Onlar sizi mənim yolumdan ayırarlar. Ən'am surəsi 153-cü ayə. Bayaq oxuduğumuz ayə. Deməli nədir? Doğru yola tutunmağa Allah Azze ve Celle əmr eləyir. Bir dənə yola əmr eləyir. Burada deyir ki, bu mənim doğru yolumdur. Bir dənə yoldan gedir söhbət. Digərləri isə şeytanın yollarıdır. O birisi yollara tabi olmaq səni nə edir? Təhlükəsi nədir? Səni Allahın yolundan uzaqlaşdırır. O bir olan Allahın yolundan uzaqlaşdırır. Ona görə o yollara tutunmağı Allah Azze ve Celle qadağan edir. Və sonra digər ayə, 4-cü ayə, Allah Azze ve Celle buyurur ki, وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرِ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمْ وَسَاءَتْ مَصِيرًا. Ona haqq bəlli olandan sonra kim Peyğəmbərə qarşı çıxar və möminlərin yolundan başqa bir yolu tutub gedərsə, biz onu o tutduğu yola yönəldər və nəticədə onu cəhənnəmə vasil edərik. O necə də pis yerdir. Necə də pis gediş yeridir. Fikir ver. Allah Azze ve Celle bu ayədə nə edir? Möminlərin yoluna tutunmağı. Möminlərin yoluna tutunmağı eyni zamanda əmr edir. Fikir ver. Sahabələrin də. Bəli, möminlərin yolunu tutunmağı əmr eləyir. Hansılar ki, onlar da nə edir? Allahın Rasulunun yolu ilə gedirlər. Və bu da cəmaatın yoludur. Cəmaat yoludur. Və eyni zamanda Allah Azze ve Celle bu yola qarşı çıxanları da, bu yoldan kənara çıxanları da cəhənnəm əzabı ilə hədələyir. Subhanallahil-azim. Və digər hədislərdə də gəlir, cəmaat deyəndə də Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bugün mən və sahabələrimin getdiyi yol. Cəmaat odur.
Möminlər də deyəndə o nəzərdə tutulur. Möminlər deyəndə cəmaat nəzərdə tutulur, cəmaat da deyəndə məhz sahabələr nəzərdə tutulur. Yəni Quran və sünnənin yolu ilə getmək sahabələrin getdiyi kimi. Və bunu Allah Azza və Cəllə əmr eləyir. Möminlərin yolu ilə getməyi əmr eləyir. Kim möminlərin yolu ilə getməzsə deyir, başqa yolla gedərsə, onu cəhənnəmə deyir, vasil eləyərik. Deməli nədir? Möminlərin yolundan başqa bir yol tutub getmək cəhənnəmə aparan həlak yollarından. Yəni bu həlakdır. Çünki həlak olmasa Allah Azza və Cəllə cəzalandırmaz onu cəhənnəmlə. Cəhənnəmlə cəzalandırırsa, deməli bu həlak yoludur. Haqq yolu olsa niyə Allah Azza və Cəllə onu cəhənnəmlə cəzalandırsın ki? Cənnətə salar da. Deməli cənnətə getməyin yeganə yolu nədir? Möminlərin yolundan getməkdir. Şeyx Abdurrahman ibn Nasir Əs-Sa'di rahimehullah deyir ki, buradakı bu hədə deyir. Buradakı bu hədə, vaid. Möminlərin yoluna müxalif olmağın üzərinə deyir, tərtib olunub. Fikir ver. Yəni möminlərin yoluna müxalif olmağa Allah Azza və Cəllə vaid tərtib edib. Yəni kim möminlərin yoluna müxalif olarsa, Allah Azza və Cəllə onu cəzalandıracağı ilə hədəliyib. Möminlərin yollarından müxalif olmağın belə də mərtəbələrini də ancaq Allah bilir. Yəni tabe olmağı biz bilirik. Möminlər yolla gəlmək bir yoldur, haqdır. Quran və sünnənin göstərdiyi yolla, sahabələrin tabe olduğu yolla. Amma müxalifətlərə gəldikdə hamısını Allah Azza və Cəllə nə edib? Hədəliyib. Nə ilə? Cəhənnəm əzabı. Və bu yolların hamısı Allah tərəfindən yardımsız buraxılmağa və nəticədə cəzalandırılmağa layiq görülmüş yollardır. Allah qorusun. Allah Azza və Cəllə bizləri sahabələrin, Peyğəmbər sallallahu əleyhi və səlləm yolundan ayırmasın. Növbəti ayəmiz 5-ci ayə. Allah Azza və Cəllə buyurur ki, Əraf surəsi 3-cü ayədə: "İttəbi'u ma unzilə ileykum min rabbikum və la təttəbi'u min dunihi awliya. Qalilan ma tədəkkərun." Rəbbinizdən sizə nazil olana tabe olun. Ondan başqa dostlara tabe olmayın. Ondan başqa dostlara tabe olmayın. Yoluna uymayın. Siz necə də az düşünürsünüz. Necə də az öyüd nəsihət alırsınız. Bax, bu ayənin özündə də Quran və sünnətdən tutunmağa nə var? Təşviq var. İkisindən tutunmağa, möhkəm yapışmağa təşviq var və parçalanmağa, o digər yollara düşməyə nə var? Qadağa var. Hansı ki o yollar nədir? İnsanı Allahın yolundan uzaqlaşdırır. Allah qorusun. Deməli, bax, bu ayələrdə, qardaşlar, 5 dənə cəmsi ayə oxuduq, düzdür? Hamısında açıq, aydın Allah Azza və Cəllə Allahın yolundan tutunmağı əmr eləyir, Peyğəmbərin yoluna getməyə əmr eləyir və möminlərin yoluna getməyə əmr eləyir. Yəni, Quran, sünnə və sahabələrin yoluna tutunmağı əmr eləyir. Amma digər yolların hamısını qadağan eləyir. İxtilaf etməyi qadağan eləyir. Yəni, Allahın dinində ixtilaf etməyi qadağan eləyir. Parçalanmağı qadağan eləyir. Möminlərin yolunun əksinə getməyi qadağan eləyir. Allahın Rəsuluna qarşı çıxmağı qadağan eləyir. Və onları qadağan eləməklə yanaşı əzabla da hədələyir. Cəhənnəm əzabı ilə. Və bu da ancaq böyük bir günaha görə ola bilər. Böyük bir azğınlığa görə ola bilər. Kiçik xətalara görə, kiçik günahlara görə Allah Azza və Cəllə o cür əzəmətli cəzalar, əzəmətli əzablar vermir. Deməli, bu yol nədir? Möminlərin yoluna müxalif yolla getmək çox böyük bir təhlükədir. Elə bir təhlükədir ki, insanı hətta cəhənnəmə salır. Allah qorusun. Və bununla inşallah kifayətləyərəm. Gələn mövzumuzda sünnədən olan dəlillərlə davam edəcəyik. Allah Azza və Cəllə bizlərə eşitib faydalardan etsin. Allah Azza və Cəllə bizləri Allahın, onun Rəsulunun və möminlərin yoluna tutunub getməyə müvəffəq eləsin. O digər müxalif əks yollara, hansılar ki o yolların başında şeytanlar oturub ora çağırır və o da nəticədə cəhənnəmə aparır. O yolların hamısından Allah Azza və Cəllə bizə uzaq etsin, qorusun. Allahümmə amin. Və subhanəkə Allahümmə və bihamdik. Əşhədü ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.